Hər vaxtınız xeyir, əziz izləyicilər, xoş gördük hər birinizi. Bu bahar axşamında, bu yaz günündə, bu axşam sizin evlərinizin qonağıyıq. Arzu TV-nin efirində Sevinçli Dəqiqələr proqramı başlayır. Bu proqram başlayırsa deməli, həmin əhval-ruhiyyəsi yaxşı olacaq, hamı da bayram əhval-ruhiyyəsi olacaq. Arzu eləyək həmişə gələn Azərbaycanımız biraz da gözəlləşsin. Bizim üçün çox xoşdur. Bu günləri torpaqlarımız işğaldan azad olub, Azərbaycanımızın hər yerində çərşənbə tohumu qalanır, səmənlər əkilir. İnsanlar bir-birin bayram münasibətilə təbrik edir. Biz istəyirik ki, bu axşam sizin evinizdə bu sevincə bir sevinç də qataq. Bu axşam elimizin gözəl sənətkarı, hamımız üçün sevimli olan, başqa efirlərdən də tanıdığınız Tural Qarabağlı özünün ansamblı ilə, sevgili ansamblı ilə qonağımızdır. Xoş gəlmişsiniz. Tural, xoşdur səni burada görmək, bir gözəl ansamblı. Çox sağ olun, İlqar müəllim. Yəni sən öz sənətinə hörmətlə yanaşan bir sənətkarsan. Yəni bir gitara sənəti Azərbaycan milli musiqisinə Rəmişlə adı ilə bağlıdır. Və ondan sonra onun mahir ifaçıları olub. Bugün də var, davamçılar da var. Buradan bir neçəsinin adını çəkməsək olmaz. Allah hər birinə can sağlığı versin. Mən istəyirəm ki, bu sənətin davamçısı olaraq gitara sevərlərə, gitaristlərimiz adlarını sən təqdim edəsən. Yenə xoş gəlmişsən, xoşdur səni görmək. Sağ olun, İlqar müəllim, təşəkkür edirəm, minnətdaram. Mən də bizi izləyən dostlarımızı, xalqımızı, hər birini salamlayıram. Əlbəttə ki, bayaq vurguladığınız kimi gitaramız Rəmişlə tanınıb, bizim Rəmişlə, Ağdamımızın fəxri Allah'tın. Allah rəhmət eləsin Rəmiş müəllimə. Sonra da yerdə qalan sənətkarlarımıza Allah can sağlığı versin. Bəlkə oturaq söhbət eləyək. Eləyək. Tural müəllim, insan öz sənətini sevməlidir. Atalarımızın gözəl deyimi var, deyir ki, izlə gedənin izi qalmır. Yəqin ki, hər bir nəfəri özünə ideal seçir, sənətə gəlir və sonra özünün yolun cığırını açır. Siz həyatda kimi özünüzü ideal bilmişsiniz? Valla İlqar müəllim, belə deyim də mən, ideal deyəndə çox sənətkarlarımız var. Allah, yenə deyirəm, rəhmətə gedənlərə rəhmət eləsin, yerdə qalanlarına can sağlığı versin. Çox sənətkarlarımıza qulaq asmışam, sadəcə olaraq bənzətmək deməyək də, özümə oradan istəmişəm ki, özümə bir yol tapım, belə deyim. Yəni şükürlər olsun ki, bu günlərdə, yəni bilirsiniz, bir şey qeyd edeyim ki, mən oxumaqdır, məsələn, oxumaqla nə desən eləmək olar da, yəni tanınmaqdır, yəni bu gitar alətidir, qarmon alətidir, bunlar biraz arxa cəbhə deyək də, belə deyim. Yəni bununla tanınmaq hər saat, yəni hər adama qismət olmur, nəsib olmur, şükür olsun Allahıma. Yəni xalqımıza təşəkkür edirəm, bəyəndikləri üçün, dəyər verdikləri üçün. O ki, qaldı sizin sualınıza, yəni mənim idealım elə Rəmiş müəllim olub, Allah rəhmət eləsin. Sonra İlman müəllimimiz var, Rəhman müəllimimiz var. Hər birini salamlayırıq. Bəli, hər birinə salamlayırıq. Rəhman müəllimi də, İlman müəllimi də. Bəli, hamısına salamlarımızı göndəririk. Allah rəhmət eləsin, Rüstəm Quliyev. Onun da ifalarını edirəm, Allah rəhmət eləsin. Nə bilim, Allah sizə dəyməsin, can sağlığı versin. Bir haşiyə çıxmaq istəyirdim bu ansambulumu təqdim edəyəsən. Sevgi ansambulum, Allah can sağlığı versin qardaşlarıma. Elcan qardaşım, ağsaqqalımız Elcan müəllimdir. Allah can sağ eləsin. Sonra nağara alətində Nurlan qardaşımdır, alətində Elşən qardaşımdır, qarmunda mənim dostum qardaşım, Sadiq qardaşımdır. Allah can sağlığı versin hər birinə. Bir ifa eşidək sizdən sonra yenə söhbətimizi davam edirək. Buyur. Böyük məmnuniyyətlə. Sevgi ansamblının ifasında gözəl bir musiqi.
Tural, maşallah. Her şey güzeldi. Bayaq dedin ki, biz arka planda qalırıq. Əslində, siz arka planda qalmırsınız. Siz və siz kimi müşahiyyətçilər, qarşıda dayanan, ifa edənləri müşahiyyət eləməsəniz, onlar heç hələ çata bilməzlər. Türklərin bir gözəl deyimi var. Deyir ki, böyük sənətkarları dev eləyən, onları müşahiyyət eləyən musiqiçilərdir. Yəni, musiqiçilər öz yerində olanda, oxuyan da ürəkli olur. O elədir. Yəni onu belə deyim də mən İlqar müəllim. Dərk edən çox təəssüflər olsun ki, yəni acı həqiqətdir də bu, belə deyim ki, yəni azdır bu dəqiqə. Yəni musiqiçilərə o elə qiymət verən izləyicilərimiz azdır. Düzdür, var, yəni o dərəcədə deyil də, yəni belə deyim. Amma yəni bunu da deyim ki, yəni hər şey insanın özündən asılıdır da. Yəni o əziyyəti çəkmək lazımdır. Yəni bugünkü bu yerə gəlməyim üçün yəni o əziyyətləri mən çəkmişəm. Yenə də xalqımız sağ olsun. Yenə deyirəm, təşəkkür edirəm hər birisinə. Qarşısında baş əyirəm bütün xalqımızın. Tural, nəyə sevgi qatmasan, Əlbəttə. orada nəticə ala bilmirsən. Əlbəttə şeylədir. Ona görə də ansamblımızın adı sevgidir də. Həmişə deyirəm, bax, evdə analarımız, balalarımız, üzr istəyirəm, ailələrimiz bizə yemək pişirəndə, o yeməyə sevgi qatmayanda o yeməyin tamı olmur. Əlbəttə ki. Sənətkar da sənətinə sevgi ilə yanaşmalıdır. Təbii ki. Və sizin də gözəl ansamblınızın adı ilə sevgidir. Deməli, siz başdan ayağa sevgidən yorulmuşsunuz. Sevgi ilə doluyuq. Toylar sizi qane elirmi? Şükür Allaha, şükür. Allah xalqımıza həmişə toy qismət eləsin. Yəni biz ansambl olaraq belə deyim də, yəni ancaq tamaşaçılarımız istədiyi toya gedirik. Yəni belə oxuyanlar... Toylarınızın çox olmağını soruşmadım. Toylarımızda olan ab-ı hava sizi qane elirmi? Yəni bu günləri ora gələn qonaqların sizdən istədikləri musiqilər sizin ürəyinizcən olurmu? Yox, təbii ki, bizi dəvət edən izləyicilərimiz bizi istəyib ki, bizim ifalarımızı istəyib, qulaq asmaq istəyir deyə bizi dəvət edir. Yəni, sağ olsunlar. İndi olar, toyda bir nəfər, iki nəfər, yəni olur. Belə şeylər olmalıdır, olur, olacaq da. Yəni, bu başqa məsələ. Sizə uğurlar arzuluyoruz. Təşəkkür edirəm. Böyük auditoriyalardan səsiniz, ifalarınız Çox gəlsin. sağ olun, çox sağ olun. Ansamblınız da yerindədir. İnşallah bir yerdə işlədirsən, daha da uğurlarınız bol olar. İnşallah, inşallah. Bir musiqi də eşidək sizdən. Elə, bəlkə ansamblımıza söz verək, elə ansamblımı Yəni ifa bugün eləsin. qonaqsan sən, bunlar da sizin qonaqlarınız. Bəli. Sən bizim Sadiq qardaşımız. siz Arzu TV'nin qonağısınız, bizim qonağısınız. Bunlar da sənin qonaqlarındır. Buyursun. Bəli. Buyursun elə Sadiq qardaşım bir ifasını. Ey.
Çox sağ olun, hər birinizə təşəkkür edirik. Yəqin ki, izləyənlər də bu musiqidən zövq alırlar. İnsanlar irəli gedəndə onlara dayaq olan, onlara kömək olan, onların uğurlarına sevinən insanları olduğu kimi bəzən sənin uğurlarına, bizim uğurlarımıza, başqalarının uğurlarına paxıllıq eləyən sənətkarlar. O qədər. Yox, indi biz onları özümüzə belə deyək də dərd bəla eləməyək. Həzrət Əlinin bir sözü var, deyir ki, sən yola çıx. Sənlə yol getmək istəyən, sənə çatmaq istəyən harada olsa gəlib sənə çatacaq. Yəni, irəli getmək lazımdır. Arxada olanlar səndən arxada qalanlardır. Yəni, kimsə sənin sözünü danışırsa, o sənin kimi deyil. Sənin kimi olmaq istəyə bilmir deyin və sənin haqqında olmayan sözləri danışır. Düz. Çox sağ ol, İlqar müəllim. Elə mənim bu yaralı yerimdir, belə deyim. Mən belə deyərəm ki, yəni, o insanlara mən xəstə deyirəm. Yəni, əqli cəhətdən xəstə deyirəm, belə deyək. Bilirsiniz, insanın xainini niyə çəksin ki? Təbii ki, hər şey əziyyətlə olur. Bugünkü günümüz bizim, yəni mən özümdən danışıram. Bu yerə gəlib satmağım heç də asan olmayıb. Çətin olub, əziyyətlər olub, görmüşəm. İndi ekran qarşısında, məsələn, televiziyalarda, məsələn də, nə bilim, efirlərdə, sosial şəbəkələrdə belə baxırlar, indi elə bilirlər ki, elə burada oturmuşuq, məsələn, efirdə oturmuşuq, elə bu asançılıqla olub. Yox. Əlbəttə ki, xainlik çəkmək yaxşı şey deyil. Çoxdur, xainlığımızı çəkən çoxdur. Həm ansambl olaraq, yəni xainlığımızı çəkənlər, həm Lənkəs toya nə qədər toya getdi, bir ayda nə qədər toy oldu. Qardaş, Allah verir o ruzunu. Yəni onu Allah qaldırandan sonra heç bir bəndə yendirə bilməz. Allah yendirəndən sonra heç bir bəndə qaldıra bilməz. Yəni bu belədir. Yəni o insanlara mən xəstə deyirəm və var, olacaq da. Yəni o mümkün deyil. Biz onları unudaq, yaxşılardır. Yaxşıları, bəli, yaxşılarımız, xalqımız Allah dəyməsin. O xalq qaldıranı valla heç kim yendirə bilməz. İstəyirsən nə qədər xainlik edirsən elə mümkün deyil. Mən belə deyərdim. Bəli. O Qazax yazısı var, Çingiz Aytmatov. Onun əsərində bir insanla Allahın diyaloqu var. O deyirlər ki, insanın alın yazısı var, yazılıb. Bəndə Allaha müraciət edir ki, gözəl Allahım. Əgər sən məni yaratmışsansa, talihimi də cızmısan və hər şeyi sən mənə yazmışsan, mən də onda səndən nə istəyim? Allah Teala ona cavab verir ki, bəlkə həmən səhifənə qoymuşam, büyüm bəndəm nə istəsə onu eləyəcəm. Biz yəni yaxşıların yaxşısını fikirləşib, yaxşı yolla getmək lazımdır. Musiqi, buyur.
Çok sağ olun Tural, çok sağ ol. Parmakların var olsun. Bu sənəti sevdirənlərin yolu ilə gedirsən. Yəqin ki, sənin öz sevənlərin var. Gələcək sənətkarlardan da gənclikdə sənə baxıb, səni özlərinə ideal seçib sənəti davam etdirəcəklər. Təşəkkür edirəm. Bu mahnının əvvəlində başladığım musiqi mənə elə gəlir ki, az ifa olunan bir musiqidir. Yəni mən nə musiqi şünas deyiləm, nə də musiqiçi deyiləm. Amma sadəcə olaraq ansambllarından bir yerdə olduğuma görə o mahnı mənə elə gəlir ki, mən onu desəm az eşitmişəm, eşitməmişəm, biraz nəsə anlaşılmazlıq olar. Mənə biraz sağ olun, görməliyim. həm xoş gəldi, həm də mənim üçün yenilik oldu, Tanış yeni gəlmədi. oldu. Çox sağ olun, görməliyim. Təşəkkür edirəm. Üzr istəyirəm buradan bəstəkarlarımızdan. Bu mənim özümün bəstəmdir. Yəni Maşallah. öz ifamda olub, öz ifam bəhrəsidir, belə deyim. İnşallah izləyicilərimiz də sosial şəbəkədə öz fikirlərini bildirər. Allah qoysa. Yaxşıdır, davam eləmək lazımdır. Hər böyük iş xırda bir işdən başlayır. Və insan həmişə arzu eləməlidir. Deyir, hər son yeni bir başlanğıcın əvvəlidir. Yəni, irəli getmək üçün çalışmaq lazımdır. Təbii ki, təbii. Öz üzərində işləmək lazımdır. Sənətinə hörmət eləmək lazımdır. Sevmək lazımdır. Ən azından sənətini sevməlisən ki, Bəli. səni də sevib qəbul eləsinlər. Ansamblın adı çox maraqlıdır. Sevgi ansamblı. Ona bir açıqlama verə bilərsən? Verərəm, niyə vermirəm ki? Ansamblın adı, siz İlqar müəllim, sevgisiz həyat yoxdur axı. Hər bir şeyə sevgi lazımdır. Yəni, istər yaşamaq üçün sevgi, istər torpaq sevgisi, istər vətən sevgisi, ana sevgisi, valideyn sevgisi, yar sevgisi, belə deyim. Allah millətimizi, xalqımızı hər zaman sevgi ilə yaşamağa nəsib eləsin inşallah. Toylarında da sevgi ansamblı olsun da, yəni bundan ayrı yoxdur. Sevgi ansamblı ilə başlayan toylar yəqin elə sevgi Bəli. ilə davam edirlər və bunu da xatırladaq ki, Arzu TV-nin efirində Sevinçli Dəqiqələr proqramında bölgələrdən istənilən musiqiçilərimiz maraqlanıb ekranda telefon nömrəsi göstərilir. Onlar da qonaq olmaq istəsələr, biz onları da dəvət edirik, onları da təqdim edirik, tanıdarıq. Mərkəzlərdə tanınmaq çox asandır, amma bölgələrdəki tanıtmaq biraz çətindir. Ona görə ki, qabaqsan, gərək özün tanınasan ki, kimlərisə tanıdasan. Arzu TV-nin rəhbərliyinə təşəkkür edirik ki, bu gözəl proqramı verilişi hazırlayıb, bizim bölgələrdə olan sənətkarlarımızı dünyanın hər yerində efirlərdə göstərirlər. Bəli, mən də İlqar müəllim, başda siz olmaqla Arzu qardaşıma, Ziya qardaşıma təşəkkür edirəm. Yəni bizim ansamblı seçdiniz, sevdiniz, dəvət elədiniz. Yenə sevgidir, hara gedir sevgiyə gəlir çıxır. Allah sizləri var eləsin. Özümün bir neçə il bundan qabaq Sarıtov şəhərində yazdığım bir şeiri deyim. Məndən uzaqlarda olsan da gülüm, xəyalın hər yeri mənimlə gedir. Durub pəncərədən çölə baxıram, xəyalın səmadan məni seyir edir. Demirəm, hamıdan fərqli biriyəm. Bəzən yox oluram, bəzən diriyəm. Sərsəri deyiləm, dəli deyiləm. Nə edeyim, neyniyim, sevən biriyəm. Haradasan, necəsən, neyniyirsən? Verdiyin suallar xoşuma gəlir. Varlığın yanımda olmasa belə, indi xatirələr köməyə gəlir. Hərdən yuxular da dadıma satır. Yuxuda görürəm yanımda durub. Ayılıb görürəm yanımda yoxdur. Bəzən oyanmaq da qəlbimi qırıb. Hərdən oyanmağım qəlbimi qırıb. Kral, teşekkür ederim. Güzel müşahit. Bayram əhval-ruhiyyəsinə insanlarımızın, millətimizin, xalqımızın bir musiqi tövbəsi də biz
qataq. Əziz izləyicilər, sizin aranızda bu verilişə qatılmaq istəyən şairlər, yazarlar, musiqi qrupları, müğənnilər və ansambllar ekranda gördüyünüz nömrəyə zəng edib əlaqə saxlayıb Arzu TV-nin efirində Sevinçli Dəqiqələr proqramının qonağı ola bilərsiniz. Tural, bu Ramazanlı günlərdə, Çərşənbə ərəfəsində, Noruz bayramı ərəfəsində xalqımıza nə arzulayarsan? Allah xalqımıza hər zaman bol ruzu versin. Tutulan oruçlar qəbul olsun inşallah. Qarşıdan gələn Noruz bayramında təbrik edirəm hər kəsi. Bol-bol ruzu ilə balalarını xoş günün görmək, toylar, düyünlər, musiqisinin arzusu nə olar? Toy olsun. Toy olsun, bəli. Və sevgi ansamblı yenə orada olsun da. Sevgi ansamblı özünün yerini tapıb, yəni özünün dəsti xətti var, aparıcısı var, müğənniləri var, gözəl musiqi qrupu var. Yəqin ki, sizin bu günləri verilişə baxandan sonra da zəhlərinizin ardı arası kəsilməyəcək. Sizi hər kəs evladının xoş günündə elə sevgisini sizlə bölüşmək istəyəcək. İnşallah, inşallah Allah xalqımıza hər zaman toy qismət eləsin. Hər zaman. Bilsən, bizim xalqa valla toy yaraşır, müəllim. Həqiqətən, Allah hamd olsun. Yəni, mən baxıram da, yəni, məsələn, sosial şəbəkələrdən izləyirik. Bütün ölkələrin toylarına baxırıq. Allah hamısına can sağlığı versin. Amma Azərbaycan toylarına yoxdur. Yoxdur, valla yoxdur. İndi çox gözəl dövrdür, zamanda yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Qazilərimizə şəfa versin. Dövlətimizi, dövlətçiliyimizi qorusun. Cənab Ali Baş Komandanın rəhbəri altında Azərbaycan xalqı bir dəmir yumruqda birləşdi, torpaqlarımızı işğaldan azad elədi. Bəli.
Bu günləri toy sifarişlərinizin sayı inşallah Ağdamdan, Füzulidən, Zəngilandan, Qubadlıdan, Cəbrayıldan, Kəlbəcərdən, Laçından, Şuşadan, Xankəndindən də gələcək. İnşallah sizin belə deyək də müştərilərinizin sayı artıb. Allah xalqımıza yenə deyirəm, hər zaman toy qismət eləsin. Bizim elə bu yaxınlarda Sevgi ansamblundan Xankəndində bir möhtəşəm bir klip ifa elədik, çəkdik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Şəhid analarımızı, qardaşlarımızı salamlayıram. Allah hamısına can sağlığı versin. Biz də bu axşam buradan bir daha şəhid ailələrinin qarşısında baş əyirik. Onlara Allah'tan səbir diləyib, şəhidlərimizə rəhmət diləyib, onların yaxınlarına, acılar onların ürəyindədir. Heç vaxt onu söküb oradan çıxartmaq olmaz. Onlar nə qədər yaşayır, acı onların qəlbindədir. Onlar o acı ilə, o dərdlə yaşayacaqlar. Və nə vaxtsa Allah Teala onlara verdiyi ömür sonu satsa, o dərdi özləri ilə aparacaqlar. Yəni, mən istəyərdim ki, onlar biraz da dərdlə bərabər evlatlarının qürurları ilə yaşasın. Yəni, onların evlatları bu vətən üçün gözün qırpmadan, fikirləşmədən canları fəda elədilər. Yəni, onların dərdindən çox qüruru üstündür. Allah Teala onlara səbir versin və onların qüruru ilə belə bir ömür yaşasınlar. Bəli, bəli, Allah rəhmət eləsin şəhidlərimizə. Mən deyərdim ki, deyirlər biz şəhidlərimizə borcluyuq. Mən deyərdim ki, bizim aldığımız nəfəs də şəhidlərimizi borcludur. Yəni, siz nətər, Allah onlara rəhmət eləsin. Allah məkanlarını cənnət eləsin. Onsuz da cənnətdədirlər, Allah rəhmət eləsin deyək də biz. Onların haqqı ödənilməz. İllərlə zəhmət çəkirsən, bir ev tikdirirsən. Allah hər kəsə tikdirdiyi evdə şad yaşamaq üçün. Amin. Bəzən yanğın olur da, yanğın hadisəsi olur. O adam risk eləyib, evinə girə bilmir, qorxur ki, orada o həyatını itirə bilər. Şəhidlərimiz də bilirdi ki, onlar həyatlarını itirəcək, amma onları qormadılar. Getdilər irəli ki, onlardan sonraki nəsil, analar evlatlarına ikinci dəfə ağı deməsinlər və ondan sonra heç bir qapıya bayrağa bükülmüş cənazə gəlməsin. Yəni, şəhidlərimiz də bilirdi ki, müharibənin içində ora getmək ölümdür. Amma o bilirdi ki, bu vətəndir, bundan olmayacaq. Onu qorumaq lazımdır. Bunun üçün şəhid olmaq lazımdır ki, bu vətən yaşasın. Bəli, qarşılarında baş əyirik, ruhlarının qarşısında. Çox şükür, qayıtdıq doğma ellərə. Bu uzun həsrəti bitirə bildik. Müjdəni yetirdik doğma ellərə. Ocaq gözün aydın, qoynuna gəldik. Demə səndən ayrı ömür ömürdür. Zamanla dərdini dərdimə hördü. Ayrılıq saçıma ağları sürdü. Ürək dərd yaşadı, göz nələr gördü. Bu müharibə çoxlarına dərd oldu. Mərdin oğlu sona qədər mərd oldu. Bu müharibə çoxlarına dərs oldu. Ümidləri, gümanları tərs oldu. Biz qayıtdıq, qayıdış nə gözəldi. Qayıdışla əhvalımız düzəldi. Dünya fani, o bir Allah əzəldi. Ayrılıq dərd, vüsalın nə gözəldi. Qoranoğlu şəhidləri unutma. Yersiz gülüb yaraları qanatma. Halal deyib harama əl uzatma. Yalan deyib, böhtan deyib günahsıza şər atma. Mən istəyərdim ki, şəhidlərimizin xatirəsinə bir Ay Vətən oğlu ifa edəyəm. Buyur. Olar mı? Gözəl.
Qarabağlı, Tamam. Azad Qarabağın azad vətəndaşı. Bəli. Sevinçli dəqiqələrdə bizim qonağımız olduğunuza görə sizə təşəkkür edirik. Çox sağ olun. Ansamblına təşəkkür edirik. Təşəkkür edirəm. Sağ olun. Yəni bu axşam qonağı olduğumuz ekran vasitəsilə ailələrə musiqi sevinci yaşada bildiksə nə xoş bizim halımıza. Bəli. Bəli. Buyur musiqiçilər, siz və ekran qarşısında əyləşən hər kəsə təşəkkür edirik. Çox sağ olun. Həmişə hər birinizlə tək sevinçli dəqiqələr yox, sevinçli günlər, illər, sevinçli ömür arzulayırıq. Sevgi ansamblı həmişə sevgi ilə dəvət olunsun sevənlərin şad günlərinə. Buyur. Sağ ol İlqar müəllim. Mən də sizin bu verilişinizdə inşallah uzun ömür olsun. Daha da nailiyyətləriniz bol olsun. Allah sizləri var eləsin. Arzu qardaşımıza can sağlığı versin ki, bax belə bizi bu verilişə dəvət elədi və inşallah bundan da gözəl layihələriniz olsun. Allah sizləri var eləsin. İndi də sevgidən danışdıq. Nə bilim, ansamblımızı təqdim elədik. Allah sizləri var eləsin. Mən də istəyərəm ki, anaların şərəfinə bir dənə anam düşüb yadıma ifa Çox eləyək. gözəl. Onunla da verilişimizi Və yekunlaşdıraq. arzu edirəm ki, sizlə bu Arzu TV-nin efirində bir verilişimizdə illərin əsərini çəkdiyimiz, bu gün sərbəst gedə bildiyimiz doğma torpaqlarımızda olsun. İnşallah, inşallah. Ağdamın Mənim imarətindən. gözümüzdə. İnşallah, inşallah orada da Buyurun. gəlik.
Çok sağ olun, teşekkür edirik geldiğinize göre. Arzu TV'nin efirinde izlemede kalın. Birbirinden maraqlı verilişlerimiz ve konaklarımız olacak. Tural müəllim, çok sağ olun. Hoş oldu sizden bu akşam.